təfsir hamısını bağlayır Əli Rəsulullah. Deyir bu ayə Əli Rəsulullah. Bu ayə Əli Rəsulullah. Ondan Muaviyə qalxır ayağa. Deyir İbn Abbas, Quran təfsiri adı qoymusan, Əlidən danışırsan. İbn Abbas Quddisə sərruh deyir, məgər elə bir fəzilət var bəyəm, elə bir ayə var ki, fəzil olsun, fazil olsun, Əmirəl-Müminin Əli ibn Əbi Talibə bağlanmasın. Muaviyə deyir, hələ say, o boyda Qur'anın hamısını Əliyə bağlamaq olmaz. İbn Abbas başlayır. İnnəmə əntə munzir və likulli qovmin had. Peyğəmbərə Allah deyir, sən qorxudansan, hər bir qövmün öz hidayət eləyəni var. Muaviyə, bu ayə kimin haqqındadır? Muaviyə deyir, bu Əli haqqındadır, bunu keç. Sonra İbn Abbas deyir, İnnəmə yuridullahu liyubhibə ənkumur ritsə əhləl beyt və yutahhirakum təthira. Allahın mütləq iradəsi budur. Siz əhl-i beyti bütün çirkinliklərdən təmizləsin və sizi pak və pakizə qərar versin. Bu ayə kimin haqqındadır? Muaviyə deyir, bu ayə Əlinin haqqındadır. Bunu keç. Quranda məgər bir dənə ayə budur? Muaviyə təsdiq edir ha. 3. Maidə 55. İnnəmə vəliyyukumullah və rəsuluh vəllədinə yuqimunə salatə və yutunə zəkat və hum rakiun. Sizin vəliniz, sizin hamiliz, sizin rəhbəriniz yalnız Allahdır, onun rəsuludur və rükû halında, namaz qılıb rükû halında zəkat verəndir. Muaviyə, bu ayə kimin barəsindədir? Muaviyədir, bu Əlinin barəsindədir. Bunu keç. Quranda başqa ayə yoxdur bəyəm. Ondan İbn Abbas deyir, əmmə yətəsaəlun ənin nəbəil azim. O şey haqqında sorğu-sual olunacaqsınız. O əzəmətli xəbər barədə. Muaviyədən soruşur, bu əzəmətli xəbər nədir? Muaviyədir, bu Əlinin barəsindədir. Bunu keç. Ondan sonra İbn Abbas deyir, və'təsimu bihablillah cəmiən və la təfərrəqu. Allahın ipindən möhkəm yapışın, onun ətrafında birləşin, vəhdət eləyin. Bu ayə kimin barəsindədir? Muaviyədir, bu Əlinin barəsindədir. Onu da keç. İbn Abbas deyir, qul kəfə billahi şəhidən beyni və beynəkum və mən indəhu elmul kitab. Denən, sizlə mənim aramda şahid olmağa Allah kifayətdir və bir də kitab elmi sinəsində olan kişi kifayətdir. Kimdir bu? Muaviyə. Muaviyədir ki, bu Əli barəsindədir. Bunu da keç. Ondan sonra Ali İmran surəsindən deyir. Qul ta'alu nədu abna'ana və abna'akum və nisa'ana və nisa'akum və ənfusana və ənfusakum. O ki, getdi Nəcran Məsihiləri ilə qarğışlaşmağa, dedi, gətirin oğlanlarınızı, gətirək oğlanlarımızı, gətirin qadınlarımızı, gətirək qadınlarımızı, gətirin özümüzü, gətirək özümüzü. Muaviyə, bu özümüz kimdir? Muaviyədir, bu Əlinin barəsindədir. Bunu da keç. Ondan sonra 8. Səələ sailun bi əzabin vaqi. Qədirxum günü Əli əleyhissalamı təyin eləyəndən sonra bir nəfər Yəhudi gəldi, dedi ki, sən gəldin özü Peyğəmbər elan elədin, qəbul elədik. İndi də əmin oğlunu qoyursan yervə, əgər düz deyirsən, bir dənə daş düşsün mənim başıma burada. Elə o anda səələ sailun bi əzabin vaqi, daş düşür başına, kül eləyir onu. Muaviyədir, bu kimin üçündür? Muaviyədir, bu Əli üçündür. Bunu da keç. 9. Bəl ya əyyuhər rəsul, bəlliq ma unzilə ileykə min Rəbbik, fə illəm təf'al, fə ma bəlləqtə risalətəh. Ay Allahın Rəsulu, Allah tərəfindən sənə nazil olanı indi bu dəqiqə cəmaata çatdırmasan elə bir peyğəmbərlik eləməmsən. Bu kimin barəsindədir? Muaviyə dedi ki, bu da Əli barəsindədir. 10. Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dina. Bugün dininizi kamilləşdirdim, bugün neyməti tamamladım, bugün sizdən razı qaldım. Bu kimin barəsindədir? Muaviyə dedi, bu da Əlinin barəsindədir. Bunu da keç. Ondan sonra İbn Abbas bir ayədə deyir, Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. De, Peyğəmbərliyimin müqabilində sizdən yalnız və yalnız qohumlarıma məhəbbət tələb eləyirəm. Bu kimin barəsindədir? Deyir, durur ayağa. Ayağa duranda Muaviyə deyir ki, bəli, bu da Əlinin barəsindədir. Amma ayələr tam bundan ibarət deyil ki, de görüm İza zulzilətil Muaviyədir. İza zulzilətil ərzu zilzalaha və əxrəcətil ərzu əsqalaha və qaləl insanı malaha bi ənə rəbbəkə uxalaha. Bu kimin barəsindədir? Zəlzələ surəsi. O zaman ki, yerin canına lərzət düşəcək bir dəfə titrəməklə, yer öz ağırlıqlarını atacaq bayra. O zaman bir insan deyəcək, yer, sənə nə olub belə?
bunun Əliyə nə aidiyyatı var? İbn Abbas dedi, yadından çıxıb, Məkkədə zəlzələ olmuşdu. Əmir əl-Müminin Peyğəmbərin yanındaydı. Ayağın çırpdı yerə. Dedi, ey yer, yerin atası deyir sənə, sakit ol. Və zəlzələ də dayanır. Yadından çıxıb. Allahümmə salli ala Muhammed və ali Muhammed. Muaviyə qayıdır, əsəblə deyir ki, rahatdır ki, nən onda. Ey İbn Abbas, nə qədər Quran var, onda Əli də var. İbn Abbas deyir ki, məgər eşitməmsən Peyğəmbərdən buyurub, Əliyyum mə'əl Qur'an vəl Qur'an mə'əli. Əli Qur'anlandır, Qur'an da Əli iləndir. Muaviyə deyir, eşitmişəm. Deyir, onda bil, Qur'an buyurur, Qur'anın heç bir tərəfdən batıl yol tapa bilməz. Əgər Əli də Qur'anla bir yerdədirsə, batıl ona heç bir tərəfdən yol tapa bilməz.